5 il və 1 milyon dollar. Necə səslənir? Yəqin ki, əla. Bəs yaxşı, bu məqsədə çatmaq üçün konkret olaraq hansı səhmdən və neçədən almaq lazımdır? Gəlin bugün məhz bu sualın cavabını axtaraq. Yaxşı, gəlin birbaşa məsələyə keçək. 1 milyon dollar hədəfi bilirəm çox böyük və biraz da qorxuducu səslənə bilər. Amma əslində bu böyük məbləği konkret bir suala çevirəndə hər şey inanılmaz dərəcədə aydınlaşır. O hədəfə çatmaq üçün sizə neçə dənə səhm lazımdır? Bax, bugün sizə məhz bu sualın cavabını tapmaq üçün çox sadə bir model göstərəcəyəm. Çünki belə bir modeliniz yoxdursa, nə baş verir? Bazar biraz enişə keçən kimi, hər tərəfdən gələn o səsküydə, o fəlakət proqnozlarında asanlıqla çaşbaş qalırsınız. Və nəticədə nə olur? Təşvişə düşüb səhmlərinizi ən pis vaxtda satırsınız. Almaq lazım olanda isə qorxub kənarda durursunuz. Amma əslində yolumuz bundan daha sadə olmalıdır. Elə indi sizə bazarın bu xaosuna, bu səsküyünə qarşı bir qalxan rolunu oynayan çox sadə bir model təqdim edəcəm. Bu, əslində gələcəyə baxmağın və hədəflərinizi konkretləşdirməyin ən sadə yollarından biridir. Baxın, modelimizin qəhrəmanı budur. Qiymət/satış nisbəti, ya da qısaca Q/S. Bu, çox sadə bir göstəricidir və açığı mənim də investisiya edərkən ən çox diqqət etdiyim parametrdir. Gəlin görək bu nə deməkdir və niyə bu qədər vacibdir. Düstur o qədər sadədir ki, yəni şirkətin bir səhminin hazırki qiymətini götürürsünüz və onu bir səhmə düşən illik satış məbləğinə bölürsünüz. Vəssalam, bu qədər bəsit. Ən yaxşı tərəfi də odur ki, bu rəqəmləri tapmaq və hesablamaq bizim kimi investorlar üçün həddindən artıq asandır. Bəs sual oluna bilər, niyə məhz satışlar, niyə mənfaət yox, başqa bir şey yox? Çünki satışlar bir şirkətin sağlamlığının ən təməl göstəricisidir. Əgər bir şirkət satdığı malı və ya xidməti getdikcə daha çox insana sata bilirsə, deməli işləri yolunda gedir. Satışları manipulyasiya etmək də mənfaətdən daha çətindir. Xüsusilə də texnologiya şirkətləri kimi sürətlə böyüyən şirkətlər üçün uzunmüddətli perspektivdə səhm qiymətini yuxarı aparan əsas motor məhz satış artımıdır. Gəlin real bir müqayisəyə baxaq. Tesla'nın qiymət bölək satış nisbəti təxminən 7.7 civarındadır. Amma bütün avtomobil sənayesinin ortalaması nə qədərdir bilirsiniz? Cəmi 0.86. Aradakı fərqə baxın. Bu nə deməkdir? Bu o deməkdir ki, bazar, yəni investorlar Tesla'nı sadəcə bir avtomobil şirkəti kimi görmür. Onu böyümə potensialı inanılmaz yüksək olan bir texnologiya nəhəngi kimi dəyərləndirir. Bu həqiqətən də heyrətamiz bir fərqdir. Yaxşı, bu qədər nəzəriyyə bəsdir. Gəlin indi bu modeli real həyatda, hamımızın tanıdığı bir şirkət Tesla üzərində addım-addım tətbiq edək və görək necə işləyir. Proses həqiqətən çox sadədir. Baxın, 4 addım var. 1. Şirkətin son 12 ayda etdiyi cəmi satışı, yəni dövriyyəsini tapırıq. 2. Bazarda olan səhmlərin ümumi sayını öyrənirik. 3. Bu iki rəqəmi bir-birinə bölüb, bir səhmə nə qədər satış düşdüyünü hesablayırıq. Və nəhayət 4. Səhmin hazırki qiymətini bu rəqəmə bölürük və qiymət böl satış nisbətini əldə edirik. İndi isə gəlin bu addımları real rəqəmlərlə edək, tələsmədən. Deməli, Tesla'nın son bir illik satışları 94 milyard dollar. Dövriyyədəki səhmlərin sayı isə təxminən 3.16 milyard ədəddir. Bu ikisini bir-birinə böləndə hər bir səhmə təxminən 29.76 dollar satış düşdüyünü görürük. Səhmində qiyməti hal-hazırda 235 dollar olduğuna görə 235-i 29.76-ya bölürük və 7.90 budur bizim qiymət bölün satış nisbətimiz. Bu rəqəm bizim bütün gələcək proqnozlarımız üçün başlanğıc nöqtəsidir. Yaxşı, indiki vəziyyəti bildik, indi isə modelin ən maraqlı və ən vacib hissəsinə keçirik. Bu rəqəmlərdən istifadə edərək gələcəyi proqnozlaşdırmaq və özümüzə aydın bir investisiya hədəfi qoymaq. Burada 3 fərqli senariyo hazırlamışam. Bəs bu hədəf qiymətləri hardan gəlir? Gəlin mənim şəxsən inandığım optimist senariyoya baxaq. Bugünkü səhm başına satış təxminən 30 dollardır, düzdürmü? Eni təsəvvür edin ki, bu rəqəm 5 il boyunca hər il 50% artır. Bu o deməkdir ki, 5 il sonra bir səhmə düşən satış 168 dollara çatacaq. Bu 168 dolları da bizim hədəf K/S nisbəti olan 10-a vurduqda 1680 dollarlıq hədəf qiymətini alırıq. Eyni məntiqlə baza senariyasında 940, pessimistdə isə 270 dollarlıq hədəflər çıxır. Beləliklə, gəlib çıxdıq əsas suala. Əgər mənim bu optimist ssenariyim reallaşarsa, yəni satışlar hər il 50% artarsa və bazar da şirkəti daha yüksək, yəni 10-luq bir K/S nisbəti ilə dəyərləndirərsə, o 1 milyon dollarlıq hədəfə çatmaq üçün sizə neçə dənə Tesla səhmi lazımdır? Cavab budur. 595.
Bəli, düz eşitdiniz. Cəmi 595 ədəd. Baxın, bu artıq 1 milyon dollarlıq o mücərrəd, əlçatmaz bir xəyal deyil. Bu, konkret, əldə edilə bilən bir hədəfdir. Sizin hədəfiniz 595 ədəd Tesla səhmi toplamaqdır. Bəs niyə mən bu optimist ssenarinin reallaşacağına və QS nisbətinin ona çatacağına bu qədər inanıram? Çox sadə. Çünki mən Teslanı sadəcə bir avtomobil şirkəti kimi deyil, proqram təminatı, enerji və süni intellekt şirkəti kimi görürəm. Eyni ilə Apple kimi bir ekosistem yaradır. Bu proqnozun bir neçə möhkəm əsası var. Birincisi, Teslanın özünün tarixi 5 illik ortalama qlqs nisbəti onsuz da ona çox yaxın olub. İkincisi, şirkət avtonom sürmə, proqram təminatı, şarj şəbəkəsi kimi yeni və çox gəlirli sahələr yaradır, məhz bu onu köhnə avtomobil istehsalçılarından tamamilə fərqləndirir və Apple kimi bir texnologiya nəhənginə bənzədir. İndi gəlin bir anlıq bu rəqəmlərdən uzaqlaşaq və bu modelin bir investorun düşüncə tərzində yaratdığı o güclü psixoloji dəyişikliyə baxaq. Bax, bütün bu izahatın ən can alıcı nöqtəsi budur. Artıq sizin hədəfiniz mücərrəd bir pul məbləği 1 milyon dollar deyil. Xeyr, sizin yeni hədəfiniz son dərəcə konkret bir rəqəmdir. Əldə etməli olduğunuz səhmlərin sayı. Bu zehni olaraq hər şeyi o qədər sadələşdirir ki, yadınızdadır, lap əvvəldə bazardakı səs-küydən, qorxudan danışmışdıq. Bax, bu yeni missiya sizi bütün bunlardan qoruyan bir qalxandır. Artıq bazarın gündəlik eniş-yoxuşu, o səs-küy sizi maraqlandırmır. Əgər bir gün səhmin qiyməti düşürsə, nə olsun? Əla, bu hədəfiniz olan səhim sayına daha ucuz çatmaq üçün bir fürsətdir. Sadəcə iki şeyi izləməlisiniz. Şirkətin satışları həqiqətən də proqnozlaşdırdığınız kimi sürətlə artırma və Q/S nisbəti gözlədiyiniz istiqamətdə hərəkət edirmi? Artıq sizin də əlinizdə hədəflərinizi konkret rəqəmlərə çevirmək üçün bir alət var. Səhmlərinizi seçin, rəqəmləri araşdırın, öz proqnozunuzu verin və hədəf səhəm sayınızı müəyyən edin. İndi sizdən soruşuram, sizin missiyanız nədir? Hansı şirkətdən və neçə ədəd səhm toplamaq sizin 5 illik hədəfiniz olacaq?